Bugün xeyirli mətn test izahına baxacağıq. Azərbaycan 20-ci əsrin 20-ci illərində. AXC-nin süqutundan sonra Sovet Rusiyasının Azərbaycanda həyata keçirdiyi tədbirlərinə aid deyil. Qanunverici orqan kimi müvəqqəti inqilab komitəsinin təşkil edilməsi, bəli, bu düzdür. Fəhlə kəndli milisinin təşkil edilməsi, bu da düzdür. Azərbaycan Kommunist Partiyasının yaradılması, bəli. Kommunist Partiyası 20-ci ilin fevral ayında yaranıb. Bizə lazımdır apreldən sonra, yəni AXC-nin süqutundan sonra, yəni Kommunist Partiyasının yaradılması AXC-nin süqutundan sonra deyil. Daha əvvəl idi, yəni süqut etməmişdi. Ona görə bu ilə səhv cavabdır. Hamısından baxın, cəmiyyətin müxtəlif təbəqələrə bölünməsinin ləğv edilməsi, bəli, bu düzdür. Azərbaycan SSR Xalq Komissiyası Sovetində Nəriman Nərimanovun rəhbər edilməsi, bu da düzdür. Müvəqqəti İnqilab Komitəsi, Xalq Komissarlar Soveti oxşar cəhət soruşur. Qanunverici orqan olmaz. Qanunverici Müvəqqəti İnqilab Komitəsi də ancaq olmaz. Tərkibinin Azərbaycanda ibarət olacaq. Bu olacaq hamısına baxım amma. İcraedici hakimiyyətin həyata keçirməsi, İcraedici Xalq Komissarları da ancaq. Azərbaycan SSR-nin ilk konstitusiyasına görə ləğv edilməsi ancaq Müvəqqəti İnqilab Komitəsi idi. Azərbaycan SSR-də 20-ci əsrin 20-ci illərin sonlarında, xeyr, əvvəllərində. Ona görə olacaq B variantı. 20-ci il aprel ayının 28-də Azərbaycanda yaradılmış hakimiyyət orqanları, deməli, qanunverici orqan Müvəqqəti İnqilab Komitəsi, icraedici orqan Azərbaycan SSR Xalq Komissarlar Soveti, yəni Müvəqqəti İnqilab Komitəsi, Xalq Komissarlar Soveti 1-dən 4. Bakı Xalq Komissarlar Soveti mövcud olub 18-ci ilin aprel ayının 25-dən 18-ci il iyul ayının 31-nə qədər. Yəni bu dövrdəki Xalq Komissarlar Soveti başqa Xalq Komissarlar Soveti idi. Yanlış variantı müəyyən edin. Müvəqqəti İnqilab Komitəsinin tərkibi Azərbaycanlılardan ibarət idi, bəli. Azərbaycan SSR-də əks inqilabçılığa qarşı yaradılmışdı fövqəladə komissiya, bəli. Sovet Rusiyasının iqtisadi siyasətinin əsasını milliləşdirmə, bəli. Azərbaycan SSR-nin ilk konstitusiyası qəbul edildi. ZSFS-in yaradılması. ZSFS yaradılıb 1922-ci ildə. İlk konstitusiyamız 1921-ci il may ayında. Deməli, bu yanlış fikirdir. Bakıda 1921-ci il 1-ci Ümumi Azərbaycan Sovetlər Qurultayına əsasən Azərbaycan SSR-nin ilk konstitusiyası qəbul edildi, bəli, bu düzdür. İnqilab Komitəsi yenidən qanunverici orqan kimi xeyr. İnqilab Komitəsi dayandı. Mərkəzi İcra Komitəsi, yəni demək bu səhvdir. Azərbaycan Mərkəzi İcra Komitəsi, bəli, budur. Komitəsi yaradılmışdı. 1-dən 3. Sovet Rusiyası 1920-ci ilin may-iyun aylarında Şimali Azərbaycanda həyata keçirdiyi tədbirlərə aid uyğunluq pozulmuşdur. Bütün neft müəssisələrinin, banklar və fabriklərin öz əvvəlki sahiblərini elə bu səhv olacaq da qaytarmır, milliləşdirir. Deməli, Bakı XKS milliləşdirmişdi. AXC geri qaytarmışdı. Azərbaycan SSR yenidən milliləşdirmişdi. Onda A səhvdir, amma hamısına baxın. Bütün mülkədar və vəqf torpaqlarının müsadə edilməsi, bu düzdür. Qəza, Nahiyə, Kənd İnqilab Komitəsinin yaradılması, bu da düzdür. Bütün zümrə və milli rütbələrin ləğv edilməsi, bu da düzdür. AXC-nin ləğv edilməsi, bu da düzdür. Şimali Azərbaycanın 20-ci əsrin 20-ci illər tarix üçün səciyyəvi deyil. Az neftin yaradılması 20-ci il may ayı, bu düzdür. AXC üzvlərinin həbs edilməsi, öldürülməsi, bu da düzdür. Qarabağ, Gəncə, Lənkəranda Sovet hakimiyyətinə qarşı üsyanlar, bu da düzdür. Azərbaycan Kommunist, yəni Bolşevik partiyasından başqa bütün partiyaların qadağan edilməsi, bu da düzdür. Rəiyyət, Rəncbər, Elat, kəndli kateqoriyaların ləğv edilməsi, xeyr. Rəiyyət, Rəcbər, Elat ləğv edilmişdi 46-cı ildə. Bu dövrdə bəy, ağa, bu rütbələr ləğv edildi. 1920-ci il may-iyun aylarında keçmiş milli ordu hissələrinin Sovet rejiminə qarşı üsyan qaldırdığı ərazilər. Sovet rejiminə qarşı üsyanlar baş vermişdi. Qarabağ, Gəncə, Şəki, Şəmkir, Zaqatala, Lənkəran. Yəni Qubada olmayıb, Bakıda olmayıb. Deməli, birləri çıxardırıq, ikiləri çıxardırıq. Burada cavab qalır 3-lə 5. Zaqatalanı götürmür. Əslində, burada Zaqatalanı da götürə bilər. Çünki sinif kitabının birində verir ki, may-iyun ayında ilk öncə Gəncə, Qarabağda milli ordu hissələri. Amma 11-ci sinifdə elə 20-21-ci illərdə bütün üsyanlar ümumi cəhət yazır ki, milli ordu hissələrinə birgə baş vermişdi. Ona görə burada məcbur 3-ü götürüb B variantı. Amma 2-ni də götürə bilirlər məncə. İnqilab Komitəsinin 20-ci il 24 may qərarına əsasən 20-ci il 24 may fəhlə kəndli milisi yaradıldı, xeyr. Cəmiyyətin təbəqələrə bölünməsi ləğv edildi, xeyr. Neft sənayesi yenidən milliləşmişdi, bəli. Yenidən milliləşdirdi 24 mayında. Bakı XKS-nin və Sovet Rusiyasının Azərbaycanda həyata keçirdikləri siyasətin oxşar cəhəti. Xarici şirkətlərə neftin satışına aid müqavilələrin imzalanması, xeyr.
Neft mədəninin əvvəlki sahiblərinə qaytarılması xeyr, əksinə milliləşdirmişdilər. Dövlət torpaqlarının təmənnasız kəndlərə bu ancaq Azərbaycan SSR-yə aid. Azad ticarətə icazə verməsi, heç bir icazə verməmiş azad ticarətə. Milliləşdirmə siyasətinin həyata keçməsi, bəli, bu hər ikisi üçün oxşar cəhətdir. Hadisə nəticə əlaqəsi pozulmuşdur. Azərbaycanda Sovet Rusiyasının işğal siyasətinə qarşı üsyanların baş verməsi, Azərbaycan xalqının öz müqavimət əzmini nümayiş etdirməsi bu düz fikirdir. Azərbaycan SSR-nin ilk konstitusiyasının qəbul edilməsi, ZSFS-in yaradılması. SSR-nin ilk konstitusiyası 21, ZSFS yaradılıb 22-ci ildə. Deməli, B səhv fikirdir. Cavabımızın biri B-dir. Ya B D-dir, ya B C-dir. Azərbaycan SSR-nin yaradılması, milli Azərbaycan üçün ləğv edilməsi. Bu düz fikirdir də. İndi baxaq. Müvəqqəti İnqilab Komitəsinin ləğv edilməsi, Azərbaycan SSR Xalq Komitəsinin yaradılması. Xeyr, Müvəqqəti İnqilab Komitəsi ləğv edilir, yaranır Mərkəzi İcariyyə Komitəsi. Azərbaycan SSR-nin ilk konstitusiyasına görə hakimiyyət orqanları. Deməli, Sovet işğalı ilk dövründə Müvəqqəti İnqilab Komitəsi qanunverici idi, icra edici Xalq Komissarlar Soveti idi. 21-ci konstitusiyasında Müvəqqəti İnqilab getdi, qanunverici orqan oldu Mərkəzi İcariyyə Komitəsi. İcra edici orqan yenə də oldu Xalq Komissarlar Soveti 2-dən 4. Sovet işğal rejiminə qarşı 20-21-ci illəri əhatə edən üsyanlar nəticələrindəndir. Konstitusiyada Türk adı Azərbaycanlı adı ilə vəz edilir. Bu 37-ci illədir. Azərbaycan İnqilab Komitəsi istefa verdi. Kollektivləşdirmə xəttindən imtina edildi. AXC-nin hərbi həbs edilmiş nümayəndələrin azadlıq verildi. Nə əlaqə? Kütləvi repressiyaların həyata keçməsinə səbəb olmuşdu. Bəli. Azərbaycan SSR-nin ilk konstitusiyasına görə qanunverici orqan ilk konstitusiyasına olacaq Mərkəzi İcariyyə Komitəsi. Deməli, Azərbaycan SSR ilk dəfə Müvəqqəti İnqilab Komitəsi, konstitusiyasına görə isə Mərkəzi İcariyyə Komitəsi. Daha əvvəl baş vermişdir. Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katib vəzifəsi 29, Azneft 1920, bu may ayının 24-də olan indi çıxardıblar. Azərbaycan SSR-nin birinci konstitusiyası 1921, İnqilab Komitəsinin ləğv edilməsi 1921-in mayı, yəni konstitusiya, ZSFS 1922. Elə burada olacaq 1920 Azneft 15B. Azərbaycan SSR-nin ikinci konstitusiyasına əsasən Azimikin ləğv edilməsi. İkinci Azərbaycan SSR 1937. Azərbaycan Azimikin ləğv edilməsi. Bəli. Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi vəzifəsinin yaradılması. Xeyr, bu 29 idi. Azərbaycan SSR Ali Sovetinin təşkil etməsi. Bu da düzdür. İnqilab Komitəsinin ləğv edilməsi 21-ci ildə olmaz. İcra edici hakimiyyətin Xalq Komissarlar Sovetinin səlahiyyətinə verilməsi. Xeyr, 1-3 A variantı. Ardıcıllığı müəyyən edin. Azərbaycan SSR-nin ilk konstitusiyası 1921. Neft sənayesi milliləşdirməsi 1920. ZSFS 22. Müvəqqəti İnqilab Komitəsinin yaranması 1920. Deməli, 4. İlk öncə komitə yaranmışdı aprel ayında ilə. Sonra may ayında milliləşdirmə 4, 2, 1, 3. 4, 2, 1, 3 C variantı. ZSFS-in təşkil edilməsinin Azərbaycana təsir nəticələrindən deyil, bütün hakimiyyətin Kommunist Partiyasının səlahiyyətinə keçməsi, aid olmayan soru üçün düzdür. Müstəqil xarici siyasət hüquqlarının məhrum edilməsi düzdür. Xarici ticarət əlaqələrinin ləğv edilməsi düzdür. Neftdən gələn gəlirin birbaşa Moskva nəzarətinə keçməsi düzdür. Xarici ölkələrdəki diplomatik nümayəndələrin ləğv edilməsi. Deməli, təşkil edilməsinin Azərbaycan təsir nəticələrindən deyil, bütün hakimiyyətin Kommunist Partiyasının səlahiyyətinə keçməsi. Onsuz da 20-ci ildən bütün hakimiyyət Kommunist Partiyasının əlində idi. Niyə diqqətsiz baxıram ki? 1920-ci il aprel çevrilişindən sonra bütün hakimiyyət Kommunist Partiyasının əlində idi onsuz da. Amma müstəqil xarici siyasət hüququmuz məhrum edilmişdi. Xarici ticarət əlaqələri ləğv edilmişdi. Neftdən gələn gəlir birbaşa Moskvaya baxırdı. Xarici ölkələrdəki diplomatik xidmətlər ləğv edilmişdi, bəli. Azərbaycan SSR-də 1920-ci ildə baş verən hadisələrdən deyil, 20-ci ildə qanunverici hakimiyyətin MİK-in əlində cəmlənməsi 1920-ci ildə. MİK Mərkəzi İcariyyə Komitəsi 1921-də hamısına baxın. Nəriman Nərimanovun Xalq Komissarlar Sovetinin sədri seçməsi, bəli. Fövqəladə komitənin yaradılması, bəli, 1920 məhkəmə dekreti. Ordu və donanmanın Sovet Rusiyasının Qızıl ordusunun nümunəsini təşkil etməsi, bəli. Neft sənayesi milliləşdirilməsi, bəli. Deməli, olacaq. Çünki Azmik 21-dədir. Sovet Rusiyasının Azərbaycanda 20-ci il may aylarında həyata keçirdiyi tədbirlərinə aid uyğunluq gözlənilməmişdir. Aid olmayan sorudur. Fəhlə kəndli milisinin yaradılması, bəli.
Xalq məhkəməsinin yaradılması, bəli. Keçmiş AXC ordusunun ləğv edilməsi, bəli. Cəmiyyətin mülki rütbələrə bölünməsinin ləğv edilməsi, bəli. Hər kəs vətəndaş adı almışdı. Kommunist partiyasının təşkili, Kommunist partiyası 20-ci ilin fevral ayında yaranıb, yəni may ayında yox. Ardıcıllığı müəyyən edin. Birinci Ümumi Azərbaycan Sovetlər Qurultayı 1921, yəni birinci Azərbaycan Konstitusiyası. SSR 22. İnqilab Komitəsinin ləğvi Konstitusiyada, Konstitusiya qəbul etdikdən sonra 21. Torpaqların kəndlərə pulsuz 1920. Deməli 4, sonra qurultayın keçirilməsi 1, qurultaydan sonra komitənin ləğv edilməsi 3, sonra SSR 2. 4, 1, 3, 2. 1920-ci il, 1921-ci il. Torpaqların kəndlərə pulsuz paylanılması haqqında qərarın verilməsi 1921-ə A. İnqilab Komitəsinin təşkil edilməsi, bu da B. Azərbaycan SSR-nin ilk konstitusiyası C. Birinci Ümumi Azərbaycan Sovetlər Qurultayı, bu da 21, 2-yə D. Deməli 1-ə A, B, 2-yə C, D. ZSFS-nin təşkil edilməsi 1922 olmaz. Eyler-Venn diaqramının uyğunluğunu müəyyən edin. İnqilab Komitəsi, Mərkəzi Cariyə Komitəsi, Xalq Komissarlar Soveti. İndi belə yazın 1, 2, 3, 4. Sovet Rusiyasının Azərbaycanda idarəçilik orqanları. Bu təbii ki, hər biri üçün oxşar cəhət 4A. 1921-ci ildə ləğv edilməsi. Ləğv edilən İnqilab Komitəsi idi. Deməli 1-ə B. Nəriman Nərimanovun sədr seçilməsi. Xalq Komissarlar Soveti 2-yə C. Azərbaycan SSR-nin birinci konstitusiyasına əsasən qanunverici orqan kimi. Birinci konstitusiyada qanunverici orqan Mərkəzi Cariyə Komitəsidir. 3-ə D. 37-ci ləğv edilməsi. 37-ci ləğv edilmişdi. AZMİK. Mərkəzi Cariyə Komitəsi deməli 3 olacaq. Deməli 1920-ci ildə qanunverici orqan Müvəqqəti İnqilab Komitəsi, 21-ci ildə Mərkəzi Cariyə Komitəsi birinci konstitusiyada. 37-ci ildə MİK ləğv edildi. Ali Sovet oldu qanunverici orqan. Azərbaycanda Bolşevik işğal nəticələri. Bütün hakimiyyət Kommunist partiyasında cəmləşmişdi. Bəli. AXC-nin keçmiş üzvlərinin toxunulmazlığı, xeyr əksinə repressiyaya məruz qoydular. Toxunulmaz nə idi? Repressiya həyata keçirilmişdi. Bəli. Azərbaycanın xarici siyasi və iqtisadi əlaqələrlə məhrum edilməsi. Bəli. Kəndlilərin bütün torpaqları müsadə edilib. Dövlət xeyr, əslində bəy və ağaların torpaqları müsadirə olundu, kilsələrin kəndlərə paylandı. 1, 3, 4. Azərbaycan SSR-nin birinci və ikinci konstitusiyasının ümumi cəhətləri. Birinci 1921, ikinci də 37. 20-ci əsrin 20-ci illərində xeyr. İdarəçilik orqanlarının yenisi ilə əvəz edilməsi. Bəli, 21-ci ildə Müvəqqəti İnqilab getdi, Mərkəzi Cariyə Komitəsi yarandı. 37-ci ildə MİK getdi, Ali Sovet yaradıldı. Azərbaycan dili, Azərbaycanlılar ifadəsi bu ancaq ikinci konstitusiya, vətəndaşlara demokratik azadlıqların verilməsi hər ikisi üçün oxşar cəhətdir. Amma təbii ki, formal olaraq qalır. 2-dən 4.